Gürcüstan Azərbaycanlılarının məlumat portalı İcma rubrikasında bugün Gürcüstanda dini bərabərlik və Gürcüstanda yaşayan müsəlmanların problemlərini müzakirə edəcəyik. Müvafiq olaraq qonağımız Ümumi Gürcüstan müsəlmanlarının Ali Dini İdarəsinin sədri cənab Mirtəqi Əsədovdur. Mirtəqi bəy, salamlayıram sizi. Təşəkkür edirəm. Mən də sizləri salamlayıram. Müvafiq olaraq ilk sualımız buradan başlayır. Gürcüstanda qanun səviyyəsində dini bərabərlik nə dərəcədə qorunur? Ümumiyyətlə, mövcuddurmu qanunvericilikdə hər hansı bir dini bərabərlik? Vurğuladığınız kimi, Gürcüstanda dini bərabərlik qanunla təmin olunurmu? Belə deyək, Gürcüstan dövlət tərəfindən vətəndaşlara və dinlərə baxış bərabərliyi konstitusiyon olaraq var, nəzəri olaraq. Praktikdə təəssüf ki, bunu görmürük. Hər zaman çətinliklərlə, problemlərlə qarşılaşırıq və onlara yaxın deyilsənsə də, onlar kimi düşünmürsənsə də, hər zaman problem yaradırlar. Bu, əlal xüsusda müsəlmanların üzərində açıq-aşkar görsənir. Həm ayrı seçkilik, həm fərqlər qoyulma, həm dini ibadət mərkəzlərinin tikilməsi məsələlərində. Bu kimi məsələlərdə biz hər zaman çətinliklərlə, problemlərlə qarşılaşırıq. Dövlət bürokratiyası, məmurları və qurumları hər zaman çətinliklər çıxardır və müsəlmanlara əngəllər törədirlər. O zaman nəsə etmək olur ki, onların istədiyi kimi olsun, azadlığa görə yox, onlara tabi olaraq, yəni müəyyən qurumlara, müəyyən orqanlara, onların istədiyi kimi olanda, onda nələrsə etmək olur, o da məhdud həddə, geniş formada bu azadlıqları imkan yaratmırlar ki, müsəlmanlar bundan istifadə eləsin. Ümumi müsəlman icması Gürcüstanda qeyri-qanunsuzluq olduğu zaman buna necə reaksiya verirlər? Belə deyək, qanunsuzluqlar çox baş verir bizim ölkədə. Müsəlmanlara qarşı da xüsusən də diskriminasiya halları tez-tez olur. Və müəyyən qurumlar ki var, hamısını demək olmaz. Müəyyən qurumlar, istər ictimai sahədə olan qurumlar, istər dini sahədə olan qurumlar, müəyyən aktivist insanlar, müəyyən qurumlar var ki, hər zaman belə deyək, haqqı tapdanmışların yanında olurlar, səslərini ucaldırlar, müsəlmanların, tək müsəlmanların yox. Biz belə bunu sevinə-sevinə deyə bilərik ki, müəyyən vicdanlı şəxslər və qurumlar var ki, müsəlman icmasında hər zaman Gürcüstanın əzilmiş təbəqəsinin yanında göstərirlər özlərini. Onların haqqı tapdığını dinindən asılı olmayaraq səslərini çıxardırlar və onların haqqını müdafiə edirlər və dövlət qurumlarına və məsul şəxslərə çatdırırlar ki, burada hamı bərabərdir. Çoxluğun azlığı, azlığın çoxluğu yoxdur. Dinlərin fərqi də olsa belə, bu bizə əsas vermir ki, biz bunlara yuxarıdan aşağı baxaq. Hamı bərabərdir, bu bizim ölkəmizdir, bizim dövlətimizdir. Hamı da bunu əl-ələ verib qurmalıyıq. Biz fərqli yanaşmağı ortadan qaldırmadıqca birlik, bərabərliyi gözləməyimiz yaxın dövrdə çətindir və bu da dövlətimiz üçün heç də yaxşı ifadə eləmir. Yəni, bu belə göstərilir ki, digər dinlərə qarşı dövlət sözdə tolerantdır, əməldə tolerant deyil. Dini sahədə hansı diskriminasiya halları var? Dini sahədə diskriminasiya hallarını çox şahidi oluruq. Həm müsəlmanlar arasında fərqli yanaşma var dövlətin, həm də özünün bilavasitə yanaşması var. Məsələn, Marnor rayonunun əksər yaşayanlar Azərbaycanlılar və müsəlmanlardır.
büdcədən kilsəyə 400 min lari pul ayrıldı. Marnolda olan məscidlərə 15 min lari pul ayrıldı. Bu da məhkəməyə daşındı. Məhkəmədə Yerli Şəhər Məhkəməsinin qərarı bu məsələdə diskriminasiya olduğu aşkar oldu və qərarən o məbləğin ləğv olması qərar çıxardı. Amma təəssüf məhkəmə də sistem dəllərində olduğu üçün apellyasiya məhkəməsinə gedildi və orada bu məsələ qarşı tərəfin xeyrinə qərar çıxardıldı. Xoş haldır ki, bu məsələ Avropa məhkəməsinə daşındı. Oradadır, yeganə belə deyək, bu sahədə işlərdən biridir ki, oradadır. Və Avropa Komissiyasında tövsiyələrindən biri də budur ki, ölkədə yaşayan etnik, dini azlıqların haqlarını, hüquqlarını təmin etməkdir. Biz də prosesi gözləyirik. Başqa diskriminasiya hallarından pandemiya dövrü, məsələn, insanlara yardım məsələsində fərqli yanaşmaların şahidi olduq. Başqalarına maşın verildi, müsəlman icmasına bu təmin olunmadı və müsəlman icmasında bu yardımı başqa minik vasitələri ilə, heyvanat vasitəsilə yardımları dağıtdılar. Amma yenə də bu ikili yanaşmanın şahidi olduq. Başqa dediyim kimi çox məsələlərdə görürsən ki, məscid tikmə məsələsində biri kilsə tikmək istəyir, onu rahat tez istədiyi yerdən tikə bilir. Məscid tikmək istəyəndə sənə illərlə məktubuna cavab vermir ki, məscid tikmək adına qanunla heç bir problem yoxdur, amma suyunu əngəllər yaradaraq sənə cavab vermir və bu icazəni sənə vermir və təmin etmir. Bu diskriminasiya halları müşahidə olunur. Ümumiyyətlə Gürcüstanda müsəlmanların nə kimi sosial, iqtisadi və siyasi problemlər mövcuddur? İqtisadi tərəfdən bunu demək olar ki, müsəlmanlar daha çox aran hissədə yaşayırlar və bunların iş, kənd təsərrüfatı və maldarlıqdır. Bunlar ən çox qarşılaşdığı problemlər torpaq problemidir. Vaxtında, məsələn, dili bilmədikləri üçün, xəbərləri olmadığı üçün aksiyona çıxardılaraq müəyyən şəxslər öz arasında torpaqları alıblar. Bunlara da torpaq müsəlman icmasına torpaqların düşməməyinin nəticəsində bunlar problemlər yaşayırlar. Bu problemlər də bunların həyatına təsir eləyir, yaşayışına təsir eləyir. Ya sonradan baha qiymata o alanlar geri satırlar. Bu da belə deyək, hər tərəfli ölkənin inkişafına mənfi təsir edir. Müsəlman icması daha çox əkinlə məşğul olur. Gələn alanlar 100 hektarlarla, 50 hektarlarla, hər nə ilənsə, bəzən də əkmirlər, boş qoyurlar, bacarmırlar, çatdırmır. Bu torpaqlar da əkir ya da başqa adamlara verirlər. Onlar da ölkənin tələbatını düşünmədən öz mənafi üçün nələrsə əkir. Yəni, bu məsələlərin təsirləri və bu səbəblərdən də müxtəlif ölkələrə üz tuturlar işləməyə, ölkəyi tərk edirlər. Bunu da yenə bahalığa gətirir. Maldarlıqda da onun kimi, maldarlığı saxlamaq üçün torpaq olmalıdır, ot olmalıdır. Bu da olmayanda yenə problemdir. Bax, bu kimi məsələlər var. Digər məsələlər ki, xırda ticarətlərlə məşğuldurlar. Amma belə siyasi problemlər bu ola bilər ki, məsələn, əgər biri tacirdirsə da, hansısa bir müxalifətin ya da müxalif olmasa, əks fikir bildiribsə, iqtidarla eyni düşüncədə olmayıbsa, haqqını istəyibsə, buna qarşı vergidə və yaxud da gətdiyi mala qarşı dövlət baskısını hiss edirsə, fikir bildirəndə bunu sıxırlar, yüksək miqdarda cərimələr yazaraq, bunların mallarını aylarla depoda saxlayaraq, psixoloji bunların iqtisadi gəlir mənbələrini dayandıraraq bunlara təzyiq edirlər, ziyan vururlar maddi. Bu kimi şeylər də, hallar da var. Siyasi olaraq da belə deyək, siyasətin özü Gürcüstanda ümumiyyətcə ürək açan deyil. Amma
bizdə siyasi mədəniyyət hələ ürək açan deyil. Tam ürək açan olmadığı üçün mən buna siyasətin olmamağı deyərəm. Bu sadəcə dost, yoldaş, qardaş, tanışlıq məsələlərlə müdaxilə edərək tayfa, el obu ilə həll olunan bir teatral bir səhnəyə bənzədirəm. Yəni, real rəqabət, real siyasi mübarizə olmadığı üçün hələ bizdə siyasi mədəniyyətin baş verməsi üçün biraz zaman lazımdır. O da siyasi savadlanma deyək, ümumi savadlanma da buna daxildir. Çox təəssüf ki, siyasi meydana atılanları da ləkələmə, vurma, yəni ümumi sistemin problemi var. Yəni, tək ki, mən xalqımızda görməzdim. Onun sistemdə problem var. Və yaxud da bazar, iqtisadi münasibətlərlə insanları alma, susturma və güc qurumlarının müdaxilələri, bunları səsini kəsmə, qorxutma. Bu kimi problemlər ümumi olaraq görünür və vardır da. Hələ proses olaraq normal siyasi sistemə keçilməyib ölkədə. Və bunun acısını da hamımız çəkirik. Nə qədər keçilməyəcək, həm dinlər çəkəcək, həm siyasi şəhərlər, həm də etnik azlıqlar. Çünki mərkəzin güclənməsi və bir şəxsin və bir-iki şəxslərin diktəsi ilə idarə olunan sistemlər heç vaxt ürək açan sistemlər ola bilməz, olmayacaq da. Və üstə gəl də etnik müsəlman icmasının bu siyasətdə təmsilçilik problemləri də var. Yəni, faizinə, durumuna görə də təmsil olunmur. Bu da bir ayrı problem. Xalq hələ alətdir. Xalqın həqiqi iradəsi təmsil olunmur. Təmsil olunan elita deyilən ki, dırnaq içi elita deyirəm mən buna, o savadlı elita deyil də, gücün elitasıdır, qüvvənin elitasıdır. Bunların iradəsi təmsil edilir. Xalq da burada teatrda necə rejissor, yazan, senarist arxada qalır, aktyor oynayır. Ortada görsənən aktyor kimi göstərilir hər şey. Amma əsl oynadanlar görsənmir. Amma odur həqiqətdə. Xalq hələ iradəsini qoya bilir. Xalqın iradəsi bizi kimi ölkələrdə hələ ciddiyə alınmır. Çünki udduğun halda səni haqsız çıxardırlarsa, məhkəmə işləmirsə də, sözün eşidilmirsə də, sənin yaşadığın şəhər statusunda haqqı ola-ola neçə illər şəhər statusu yoxdursa, baş planı yoxsa sənin marnolunun, bu verilmirsə bunun adı nədir? Bunu bir sualdır məsələn, bunu kim eləyəcək? Niyə uzadırlar? Məsələn, Marnol şəhərinin niyə infrastrukturu bu gündədir? Nədən ötər? Seçkidən seçkiyə ya da düşməlidir? Bunlar düzələsi deyil, bu da sənin daxı, bura da sənin bir parçandır. Ölkənin daxı və sənin ölkənin ən işlək bölgələrindən biridir, ən çox zəhmətkeş, ən çox ölkəyə fayda verən bölgələrdən biridir. Niyə ikili standart yanaşılır? Bu sualdır. Niyə baş planı yoxdur? Niyə şəhər statusu verilmir bu günə kimi? Niyə azlıqda olana daha çox yardımlar, daha çox təminat var, çoxluğa xor baxma var ki, biz bunun əleyhiniyik. Çoxluq, azlıq söhbəti bizim üçün qəbul olunandır, bizim üçün dəyərdir, bərabərlikdir. Amma gör, nə günə qalınıb ki, nə hala gəlib ki, biz bunu dilə gətiririk. Bizim üçün hamısı insandır, Allahın yaratdığıdır və hamıya da bərabər baxılmalıdır. Əgər İsa Peyğəmbərin dinini təmsil edirsə, İsa'nın dini bu deyil. Həzrəti Məhəmmədin dinini təmsil edirsə, o da bu deyil. Hamısında da bərabərlik, ədalət insanlara xidmətdir. İsa'nın dini sevgi üzərindədir. İnsanlara deyək, qonşunu da özün kimi sevir. Demir, xristiyanı sevir, deyək, qonşunu sevir. Biz də qonşuyuq da, bir yerdəyik, bir məhəllədəyik, bir şəhərdəyik. Bu sevgiyi niyə görmürük? İsa məgər elitanın dini idi. İsa məzlumun, haqqı tapdanmışın yanında oldu. Gürcüstan müsəlmanları Gürcüstanda dini ali təhsil ala bilirlərmi? Ümumiyyətlə, hər hansı bir dini ocaq varmı? Belə deyək, Gürcüstanda ali təhsil dini sahədə yoxdur. Bir neçə il öncə biz bu məsələni araşdırdıq. Kilsənin var, məktəbi də var, kolleci də var, universiteti də, institutu da var. Yəni,
Bunun əsasında bir müraciət elədik. Biz də istəyirik açaq. Bizə mənfi cavab verdilər və bunu Konstitusiya Məhkəməsinə daşıdıq. Konstitusiya Məhkəməsi də icraata götürmədi. Yəni elə burada da seçkilik və diskriminasiya gördük. Yəni bundan irəli gələrək deyə bilərik ki, ali təhsil ocağımız müsəlmanların adına yoxdur. Amma mədrəsə səviyyədə ki, rəsmi deyirlər, qeyri-mədrəsələr rəsmi sayılmırlar. Dini məktəblər deyək, bunlar şiələrin də, sünnilərin də var. Bunların da yəni belə deyək, bu günə kimi fəaliyyət göstərirdi. Axır vaxtları hökumətin təzyiqi ilə, məsələn, Gürcüstan müsəlmanların balansına verilmək tələblərindən bir neçə və tikməyə icazə verdilər, tikintili dayandırdılar. Şiə tərəfindən danışıram. Hər tikəndə cərimə gəlirdi və halbuki baş nazirin özü icazə vermişdi. Absurdluğa da baxırsınız, baş nazir demiş, gedin, tikin açılışına da gələcəm. Halbuki baş nazir deyə bilərdi ki, rəsmən icazə verin, sənətlə verin, sübutla, qanunla, şifahi demişdi. Müsəlman liderlərdəki mədrəsənin rəhbərlikləri kimlər idisə də gəlib, bu məsələyə addım atdılar, tikdikcə cərimə edərək dayandırdılar. Bir neçə bu proses psixoloji olaraq bunları sıxdılar, axırda öz əllərində olan idarəyə hədiyyə deyək, onu bağışlamaq mı deyək, onlara təhvil vermək razılığından sonra ikincisi tamamlandı, bitdi. Yəni, həm Sünni Acarada var, həm başqa Marnol bölgəsində Sünnilərin, bir də Şiələrin var. Mədrəsə formada. Amma azad formada açmaq istəyənlərin də, belə deyək, dediyim kimi rəsmə də müraciət edəndə müsbət cavab ala bilmir, ala bilməmişik, belə deyək. Bəs bu mədrəsələr haradan maliyyələşir? Dövlət bu mədrəsələri maliyyələşdirir, yoxsa yox? O hədiyyələr, idarəyə verilənə kimi dövlət maliyyələşdirmirdi, azad fəaliyyət göstərdi. Şiələr tərəfin mədrəsi İran İslam Respublikasında yer mərkəzi qərargah olan Camiətül Müstəfa deyirlər, universitet. O universitetin nəzdində fəaliyyət göstərirdi. Sünnilər tərəf Türkiyənin yəni Diyanəti hər hansı qrup Türkiyə vasitəsilə maliyyələşirdi. Amma bu gündən sonra nə olacağını bilmirəm yəni. Bəs burada kimsə axund olmaq üçün ümumiyyətlə dini sahədə belə deyək, özünü inkişaf etdirmək istəyirsə, ali təhsil almaq üçün hara gedirlər, hara müraciət edirlər? Ümumiyyətcə, belə deyək, dini təhsilinin yüksək həddi mərkəzi şiələr üçün 2 dənə mühüm mərkəz var. Biri İran İslam Respublikasında yerləşən Qum şəhəridir. Akademik təhsil hər tərəfli orada yerləşir. Bir də İraq Respublikasının Nəcəf şəhərindədir ki, bu 2 dənə ocaq, 2 dənə mərkəz şiələr üçün elmin mərkəzi sayılır və təhsil almaq üçün bura gedirlər. Əhl-i sünnə məzhəbini təmsil Türkiyə gedənlər var, Səudiyyə gedənlər var və Misirə gedənlər. Yəni bu 3 mərkəzə baş vururlar daha çox oxumaq istəyənlər bu sahələrdə. Ümumiyyətcə, bunların da gələcəkdə problemləri budur ki, biz görürük, buna da ikili yanaşma var. Xaricdə oxuyub gələnlərə də agent damğası vururlar, yəni ölkədə olanlar. Bu da heç də yaxşı hal deyil. Məsələn, Qərbdə oxuyanlara bu deyilmir, İslam ölkələrində oxunub gələnlərə bu damğalar vurulur. Daha yaxşı. Yəni, bir tərəfdən ali təhsil müəssisəsi yaranmasına dövlət səviyyəsində maneçilik törədilir və digər tərəfdən əgər bu ali təhsili xaricdə alıb gəlirsənsə, eyni zamanda yeni müəyyən bariyerlər var. Bəli, bəli, tamamilə vurğuladığınız kimidir. Məcburən hər kəs öz məzhəbi üzrə özünə yaxın olan bir ölkəyə müraciət edib gedir, orada oxuyur. Çünki mərkəz harada ora getməli. Burada olsa əlbəttə ki, yerində oxuyar, bu rəsmi bunun dövlət açmağının biz əleyhinəyik. Qurumlar, müsəlmanların özünün açmağı
məqsədə uyğundur. Dövlətin hər zaman dinə müdaxiləsində biz şübhəli yanaşmışıq və burada saf niyyətləri görə bilmirik biz. Nə qədər uzaq dursalar dinlərdən, o qədər dinlərin xeyrinədir, özlərinin də xeyrinədir. Heç kimə alət olmaz. Amma təəssüf ki, bu müdaxilələri görürük. Müsəlman vurğuladığımız kimi biz idarə olaraq müraciət elədik, bizə bu imkanı yaratmadılar. Həm yazılı formada, həm məhkəmə formasında da ki, onu da icraata götürmədilər. Məhkəmədə də ədalətsizliklə qarşılaşdıq. Ümumiyyətlə, Gürcüstanda provokasiya və propaganda demək olar ki, çox geniş yayılıb. Hətta istənilən bir xəbərə insanlar inanırlar. Məhz məscidlərin, belə deyək də, qeydiyyat olunması, daha doğrusu Gürcüstanın İqtisadiyyat Nazirliyinin balansına keçirilməsi icmada bu cür yayımlandır ki, məscidlər artıq rəsmi status aldılar. Ancaq bu rəsmi status deyildi də, bu müvəqqəti olaraq müsəlman icmasına istifadəyə verilməkdir qanunla. Aha. Çox. Biz bunu bu cür eşitdik. Bunu real olaraq məsələ nədən ibarətdir? İnsanlara necə doğru məlumat verməliyik ki, hal-hazırda məscidlərin statusu varmı və İqtisadiyyat Nazirliyinə keçirilən məscidlərin gələcəkdə aqibəti necə olacaq? Çox mühüm bir məsələyə toxundunuz. Təşəkkür edirəm. Doğru vurğuladınız. Həqiqət bu cürdür ki, İqtisadiyyat Naziri məscidləri sahibsiz mülk adından mənimsəyir, qəsb edir, götürür. Mülkü özünə götürür və özünküləşdirir. Bu kağız üstə məscid deyil, sahibsiz mülkdür. Bunu sonradan 49 illiyinə verilir və yaxud da 49 ildən çoxluq hər nə yasa verilir Gürcüstan Müsəlmanlar İdarəsinin balansına icarəyə və kağız üstə məscid yazsa da bu kökdə məscid deyil, sahibsiz dövlətin mülküdür. Və bu siyasətlə də müsəlmanların başını qatırlar ki, bir belə məscid falan yerə verir. Biz o balansa verməyin də əleyhiniyik. Biz təklif eləyirik ki, müsəlmanların hamının çoxluğun iştirakı ilə bir fond, vəqf yaransın, bütün məscidlər ora verilsin, orada olsun. O kökdə yenə dövlətin olur, o idarənin yox. Bu da ikinci bir. Yəni, anladığım qədərilə 49 ildən sonra dövlət istəsə bu icarəyi dayandırar və onu özünü necə istəsə o şəkildə başqa bir şəxsə verə bilər və ya sata bilər. Doğru vurğuladınız. Yarımçıq da dayandıra bilər bir bəhanə ilə. Tamamlananda da dediyinizi edə bilər, uzada da bilər, heç verməyə də bilər. Sonuçta deyər, mənim necə Sovet Sosialist Respublikası gələndə bütün ağabəylərin mülkünü alaraq dedəmsə, dövlətin bunların bu addımı da İslama, müsəlmanlara qarşı eyni siyasətdir. İkinci bir mənfi tərəfi də budur. O bəzi müsəlmanlar ki, dövlət bir qəpik pul xariclamadan xalqın özü torpaq alıbdır, məscid tikmək istəyir, məcbur edirlər torpağını Gürcüstan Müsəlmanlar İdarəsinin balansına hədiyyə etsin. Və o cürlə də davam edirlər. Yoxsa zaten məscidi məscid statusundan tikməyə icazə vermirlər. Ev kimi tikməyə, o da bəhanə hədiyyə edəndən sonra verirlər. Məsələn, bu mövcud içində olduğumuz məscid, Əmir Əl-Müminin adına olan Əli Əleyhisselam adına olan məscid, tarixi qədim məsciddir. 1739-cu ilin ilk binası olubdur. Bu mövcud bina təzə binadır. 98-2000-də istifadəyə verilib, başlanılıb, 2000-də istifadəyə verilib. Bu məscid ən aktiv məsciddir, ən çox iş görən məsciddir. Daimi insanlar gəlir, gedir. Buranı da sahibsiz mülk adından götürüblər, veriblər Gürcüstan Müsəlmanlar İdarəsinə. 8 ildir məhkəmələri davam udduqları halda yenə vermədilər. İkinci dəfə yenə məhkəməyə gedib, icraata götürüblər, vaxtını təyin eləmirlər. Yəni, olduqca kompleksli bir məsələdir. Bəli, yəni bu qədər anormal ikili standartlar var məscidlər məsələsində, yanaşmalar var, bu kimi. Biz tamamilə bu siyasətin əleyhiniyik və dediyimiz kimi fondun olması və inşallah buna doğru addım atılacaq. İnşallah bu fondun yaranmasından və fəaliyyətinin aktivləşdirilməsindən və gələcəkdə olan məscidlərin bura doldurulması siyasətinin biz
hər zaman dilə gətirəcək və bunun dalına düşəcək ki, inşallah gələcəkdə bu cür olsun. Bu siyasət tamam aradan qalxmalıdır və məscidlərə də məscid statusu ilk anından burayacaqdan verilməyini tələb edilir hökumətdən. Ki, qanunla da heç bir problem yoxdur, niyə də verilməsin? Bu müsəlmanların təbii haqqıdır. Dini, mədəni olaraq bunların haqqıdır. Bu da olmalıdır. Çox təəssüf ki, hələ ki buna nail ola bilməmişik. Nə qədər ki, insanların hüquqları pozulur, nə qədər insanlar diskriminasiyaya məruz qalır, xüsusən din olduqca sensitiv bir məsələdir və gələcəkdə bu kimi münaqişələrin qarşısının alınması üçün, bunların baş verməməsi üçün, ümumiyyətlə müsəlmanların hüquqlarının qorunması üçün demokratik bir dövlət və tolerant bir dövlət ideologiyasını yaşatmaq üçün hökumət müsəlmanların hüquqlarını necə qorumalıdır? Ümumiyyətlə, özünün vətəndaşı necə qorumalıdır? Necə davranmalıdır onlara qarşı? Necə bir hökumət arzu edirsiniz? Mənim arzu elədiyim hökumət ədalətli hökumət olmalıdır. Azadlıqları təmin edən hökumət olmalıdır. Yuxarıdan aşağı vətəndaşına bərabər şərait yaradıb baxan hökumət olmalıdır. Tamamilə dini məsələlərdən, müdaxilələrdən uzaq olmalıdır. İcmanın öz ixtiyarına və hər kəs öz məzhəbi, öz dini üzərində öz dini qurumunu qurubsa da fəaliyyətini göstərir və bunların dini, mədəni ocaqlarının tikintisindən tut, hər şeyinin həyata keçirilməsindən azad şərait yaratmağını istəyib arzu edərəm və bunu da hər zaman dilə gətirmişəm və gətirirəm də. Və bu labüddür, lazımdır. Onda dövlət daha yaxşı inkişaf eləyər. Nəinki çoxluğu məzhəbini, məsələn, hər şeyin istəyini verərək, azlığı xor baxmaqla bundan dövlət inkişaf edə bilməz və bu da ədalətlilik prinsipini pozmaqdır. İstədiyim də budur ki, siyasətimiz də elə bu formada olsun. Müdaxiləçi yox, neçə nəfərlərin qərarı yox, xalqın iradəsindən irəli gələn siyasət olsun. Xalqın iradəsi təmsil olunsun. Müəyyən güclərin yox. Bunu tövsiyə eləyərdim, bunu istəyərdim. Dinlər də bunu deyir, bəşəri qanun da bunu deyir, insan vicdanı da bunu istəyir. Bunu istəyərdim, bunu tövsiyə eləyərdim. Hər kəsin haqqını özünə qaytarmaqla. Və bu hamımızın xeyrimizə olandır və dövlətimizin də gələcəyinin qarantisi də elə buradadır. Çox sağ olun, təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Detallı məlumat üçün və ümid edirəm ki, icmalımız üçün çox faydalı olacaq. Ümumiyyətlə, ölkədə dini sahədə baş verən problemləri dinləmək və hüquqi müstəvidən bunun müzakirəsi. Təşəkkür edirəm və sizə uğurlar arzulayıram. Sağ olun, mən də sizə təşəkkür edirəm, uğurlar arzulayıram. Sağ olun.